Əlbəttə ki, mən də digər psixoloqlarda tez-tez sizə həmişə o haqda danışırıq ki, necə reaksiya verməlisiniz ki, dava qırğını olmadan, aqressivləşmədən öz sərhədlərinizi qoruyasınız. Fonda itim xorulduyur deyə normal çəkə bilmirəm. Öz sərhədlərinizi qoruyasınız, öz sözünüzü deyəsiniz. Eyni zamanda dostluq etdiyiniz və münasibətdə olduğunuz insanla söz-söhbətiniz artmadan problemləri həll edəsiniz. Lakin əgər sizdə bu alınmırsa, siz deyirsinizsə ki, o texnikalarla sözləri demək, düşüncələrimi mesaj formatında yazmaq və s. mənlik deyil. Mən ya dava qırğın eləməliyəm, ya ağzıma gələni deməliyəm, ya da susmalıyam. Hansını eləyim? Əgər seçim bu dərəcədə şiddətlidirsə, onda mən sizə tövsiyə edirəm ki, dava qırğın eləyin. Niyə? Çünki əgər bir insan sizə qarşı etdiyi hansısa bir hərəkəti susursunuzsa, məsələn, şübhəniz yaranıb, sualınız yaranıb, bunu o insana deməmisinizsə, onsuz da bir müddət sonra o insana qarşı o şübhə, o sual beyninizdən çıxsa belə, yadınızdan çıxsa belə, hissiniz dəyişəcək. Yəni o insandan soyuyacaqsınız, o insanı qabaqki qədər özünüzə yaxın hiss etməyəcəksiniz və eyni zamanda hisslərinizi bastırdığınıza görə də sizin özünüzün də bəzi psixoloji problemləriniz yaranacaq. Bu həm sizə ziyan eləyəcək, həm də ki sizin o insana qarşı olan hisslərinizə ziyan eləyəcək. Ona görə əgər bu dərəcədə kritik bir vəziyyətdirsə ki, ya susmalısınız, ya da qışqırmalısınız, qışqırın.